Salam əziz şagirdlər, bugünkü ev tapşırığımız Homer mətni ilə bağlıdır. Dinlədiyiniz mətnə əsasən sualları cavablandırın. Homerin görmə qabiliyyəti ilə bağlı nə iddia olunur? Gəlin cavaba baxaq. Görmədiyi, kör olduğu iddia olunur. Bu iddianın əsas sübutu nədir? Bu iddianın əsas sübutu onun büstündə gözlərinin bağlı təsvir olunması. Rus alimi Portnov Homerin görməsi barədə nə deyir? Bax, bununla da bağlı cavabı siz müəyyənləşdirin. Keçid edirəm növbəti tapşırığa. Dinlədiyiniz mətndə hansı mübahisəli məsələyə toxunulur? Müəllifin bu məsələ ilə bağlı mövqeyi necədir? O, fikrini sübuta yetirmək üçün hansı arqumentlərdən istifadə edir? Uşaqlar, buna diqqət yetirsək görərik ki, bu mətn tarixdə mübahisəli olan bir məsələyə, Homerin görmə qabiliyyətinin olub-olmamasına toxunur. Bir çox mənbələrdə Homerin doğulandan kör olduğu bildirilir və bu iddia əsasən onun büstündə gözlərinin bağlı təsvir olunmasına söykənir. Lakin müəllif bu fikirlə razılaşmır və Homerin əsərlərindəki zəngin və dəqiq təsvirlərə əsaslanaraq onun kör olmadığını müdafiə edir. Müəllifin mövqeyi aydındır. Homer kör olmamışdır. Xüsusən də İlyada və Odiseya əsərlərini yazdığı zaman onun görmə qabiliyyəti yaxşı olmuşdur. Sizcə, müəllifin fikrini sübuta yetirmək üçün hansı arqumentlərdən istifadə edilir? Uşaqlar, bununla da bağlı siz düşünün. Növbəti tapşırığımız isə Homer məsələsi mətnindən nümunələr gətirməklə fakt və fikir cədvəli tamamlayın. Deməli, faktımız Homerin görmə qabiliyyəti ilə bağlı məlumatın əsas qaynağı onun ölümündən 5-600 il sonra hazırlanmış büstüdür. Homerin büstü onun ölümündən təxminən 500-600 il sonra yaradılıb. Eramızdan əvvəl 4-cü əsrə aid olan heykəllərdə Homer gözləri açıq şəkildə təsvir olunub. Faktlarla bağlı isə siz düşünün. Bununla da mövzumuz sona çatır. Növbəti dərslərdə görüşənə qədər inanıram ki, mətnə istinad edərək irəli sürülən fikirləri müəyyən edib cədvəli tamamlayacaqsınız. Sağ olun uşaqlar.